28 iyun yaxın əyləşin, həftəlik görüşlər qoçlarla başlayır. Qoç və yüksələn qoçlar, dəyərli qoçlar, hərəkətli və məsuliyyətli bir həftədəsiniz. Enerjiniz ən çox pul qazanmaq və yaxud da pulla bağlı bəzi keçmişdə qalan məsələlərin həll olunmasına yönələcək. Həftənin ilk günü sağlamlığınız və gündəlik işlərinizlə əlaqəli, yəni gözəl balansı qorumağa çalışın. Çərşənbə günü önəmli işləriniz ola bilər, bunu yaxşı dəyərləndirin. Önəmli işlərinizi bugün sala bilərsiniz həllini. Və çərşənbə gündən sonra isə belə deyim, işlərinizi biraz səliqəyə salın. Sizin üçün önəmli olan bəzi mövzularda dəstək alacaqsınız. Yəni bu aralar olan bəzi, bəlkə də finansal sahədə olan bəzi problemlərinizi həll eləmək üçün çox rahat bir insanlar dəstək ola bilər. Cümə günü və cümədən sonra gününüzü sakit və rahat keçirtməyə çalışın. Yəni artıq belə deyim, uğurlarınız artmaq üzrədir. Buğaya yüksələn buğalar uzun zamandır bəzi mövzular var ki, onları hərəkətə keçirməyin zamanıdır. Günləri yaşadığınız dövrdə heç bir şeyi tələsdirməyə çalışmayın. Proqramlı həyat yaşamağa çalışın, rejimli həyat yaşamasın. Ümumiyyətlə, özünüzü bir nəzər salın. Cümə və cümədən sonra mütləq daha münasibətlərdə, ünsiyyət quracağınız insanlarda arasında, yəni bəzi insanlar sizi başa düşməyə bilər, yanlış anlaşılma ola bilər. Münasibətləriniz arta bilər, bəzi tanış ola biləcəyiniz yeni insanlar gələ bilər həyatınıza. Əgər haradakı yanlış anlaşılma var, orada balansı qurmağa çalışın və düşün, hər zaman bu həftənin modudur ki, sevirəm və sevilənəm və hər zaman məni hər kəs anlayacaq. Yüksələn ikizlər və yaxud da günəş ikizlər, dəyərli ikizlər, bu həftə kontrolunuzu, enerjilərinizi düzgün istifadə etməyə yönəldin, kontrollu enerji istifadə edin. Yəni, biraz durub düşünün, əsəbləşməyə, tələsməyə ehtiyac yoxdur. Pul mövzularında qazançlarınız artacaq. Bəli, bu həftə azdan az, çoxdan çox 2 dəfə, 3 dəfə bir pul axını ola bilərsə, sürprizlərə də hazır olun yaxşı mənada. Bu həftə biraz ailə, ocaq, ev içində olan söhbətləri də həll edəcəksiniz. Həyatınıza özəl bir insan girə bilər, evlilik və yaxud da ki, eşq, sevgi təklifləri ola bilər. Dəyərlisiniz, bunu unutmayın. Xərçəng və yüksələn xərçənglər, dəyərli xərçənglər, bu həftə münasibətə girdiyiniz hər bir insan və yaxud da ki, ünsiyyət qurduğunuz hər bir insanla diqqətli olun. Diqqət və sevgi göstərir ki, diqqət və sevgini alasınız. Diqqətinizi toparlayın. Bu arada həmən diqqət yayğınlığınız var. Heç bir yerə tələsməyin. Biraz məsuliyyətlər artacaq. Ailə içində, ev içində və öz dünyanızda çox vaxt keçirməyə çalışın. Həftənin ikinci yarısından sonra biraz daha rahatlayacaqsınız. Eyni zamanda münasibətlərdə biraz bəzi bağlılıq problemləriniz ola bilər. Şans və bərəkəti hiss edəcəksiniz. Bu həftə sizə bir və bir neçə yerdən pul gələ bilər. Qızlara yüksələn qızlar, bəli, iş, karyera, pul qazanmaq mövzuları, qazanc mövzuları sahəsində, bu sahənizdə dəyərli fürsətlər qarşınıza çıxacaq. Həftənin əsas mövzusunu bu proses düzəldir. Yəni, həftənin ikinci yarısında biraz daha balanslı olsanız daha yaxşı olar. Yaxın çevrənizlə bağlı münasibətlərə diqqət edin. Dediyiniz sözlərin arxasında durun və tələsməyin. Həftə sonu sevdiklərinizlə keçirsəz daha yaxşı olar. Bu sizə enerji verəcək. Amma pulla bağlı və yeni işlərdən bağlı, hətta keçmişdən olan bəzi işlərin cavabları da ola bilər. Tərəzi və yüksələn tərəzilər, bu həftə ən çox özünüzə keçirsəniz çox yaxşı olar. Sizin üçün ideal bir həftədir. Çərşənbə və cümədən sonra sizə xoş gələ biləcək bəzi hadisələr, insanlar, təsadüflər olacaq. Uzun zamandır əmək verdiyiniz bəzi proseslər var ki, çox sürətli və gözəl şəkildə, həm də net şəkildə, konkret şəkildə cavablanacaq. Sosiallaşacaqsınız, sizə də bu canlılıq verəcək. Həyatınızda möcüzəvi proseslərin yaşanması da çox az vaxt qalıb. İnşallah bu zamanda siz də özünüz üçün lazım olan həyatı seçə biləcəksiniz. Əqrəb və yüksələn əqrəblər, gələcək planlarınız, ideallarınız, dostlarınız və qazanclarınızla bağlı mövzular daha çox aktivdir bu həftə. Şanslı, bərəkətli, gözəl bir həftədir. İlham pərdiniz sanki sizin yanınıza gələcək. Çox fürsət və şans qapıları açılacaq. Ağlınız olsun, bu həftədən istifadə edin. Həqiqətən sizdən bəzi mövzular gizlənə bilər. Yəni, sizdən gizlədilən mövzular üzə çıxacaq. Sizin iş gördüyünüz insanlar sizə səhv eləyə bilərlər. Həftə sonu sosiallaşın, sosiallaşmaq sizin həqiqətən enerjinizi artıracaq.